Salam, axşamı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 88 min manata 4 otaqlı ev satışa çıxarıldı. 12-nin neçədir? 12-nin 9-a deyib. Təsəvvür elə. Saray qəsəbəsində 12-nin 9-a evdir, paket kupçalı evdir, 88 min manata. 4 otaqlı evdir. Kupçada neçə kvadrat yazılıb? Kupçada 162 kvadrat yazılıb. Yəni yuxarıda 4 otaqda hesabladım, aşağıda zirzəmidir. Göstərəcək. Yəni ayaqda durub gəzmək olur. Yerləşdiyi ərazi də Yetər Şaldıq sarayından Bakıya tərəf gəlirsiniz. Elə yoldan döndünüz, yəqin ki bir 200 metr, 250 metr yola məsafəsi var. Saray postundan da saraya girəndə birinci sıfıra çatmamış soldadır. Gələndə inşallah bunların hamısını sizə göstərəcəm. Ətraflı danışacağım. Deməli, 88 min manatdan da qiymətində endirim olunacaq. Yəni, zəhmət olsa yavaş-yavaş yaxınlaşaq. Bax, həyəti bax belədir. Darvazadan girdi içəri, burada belə bir böyük həyəti var. Evimizin üstü hasarlar hamısı tarsovka emusiyadır, şəbəkə pəncərələrləndir. Bu gördüyünüz pəncərə də padvalın pəncərəsidir. Bax bu. Bu padvalın pəncərəsi. Kombi bura qoyulacaq. Bax bura. Burada kombinin tokudur. Sonra mərkəzi kanalizasiyanın trapı buradadır. Darvazanın çölündə də 2 dənə, bir dənə cəmət olsa, sən buranı da göstərək. Bax, belə qəşəng səliqəli böyük enli məhəlləsi var. Qapının bir dənə çöl işıqlarını da göstərək. Bax, belə bir hasarda da işıqlar var. Hasarımız üstü də tarsovka emusiyadır. Hətta üstünün ablisovkasına qədər vurulub. Üstünün ablisovkasına qədər vurulub. İndi zəhmət olsa yaxınlaşaq. Bax, belə böyük bir geniş həyəti var. Gəlirsiniz həyətə. Bax, buradan da hələ davam edir həyət. Baxın. Hasarın qıraqlarında ağac əkməyə, gül əkməyə xüsusi yerləri var. Hələ bax, bunun həyəti bura qədər davam edir. Burada bir dənə qrant qoyublar, su qrantı. Belə indi bağlayıblar suyu. Burada da əkin əkməyə, ağac, zad, nə istəsiz yer var. O gördüyünüz altdakı 2 pəncərə padvalın pəncərələrdir. Yuxarıdakı pəncərələr otağın pəncərəsidir. Burada indi tam işlər yekunlaşmayıb, qaranlıqdır. Tam göstərə bilməm. Yəni, ayaq üstə durmaq olur. Ayaq üstə durmaq olur. Bütün joloblar hamısı mərkəzi kanalizasiyaya qoşulub. Neçə daş kürsülüdür? 10 daş kürsülüdür ev. Bax, pəncərənin qıraqları da bax, belə ramkaya alınıb, biləcəklər. Şəbəkə pəncərədir, tarsovka emusiyadır. 4 otaqlı evdir, 88 min manatadır. Qiymətində endirim olunacaq, qiymətdə narahat olmayın. Mütləq gəlin bu evə baxın. 12-nin 9-a deyib. Bax, belə bir koridordur, təsəvvür girdiyi koridora. 12-nin 9-a çöldən çölə ölçüləridir. Kupçada neçə kvadratdır? 162. 162 kvadratı kupçada yazılır. Belə birbaşa gəlin, girək qonaq otağına. Bax, bu bunun qonaq otağıdır, yəni zalıdır. Görürsünüz böyük. Neçədir zal? 6-nın 4-ə qonaq otağıdır. Yəni 24 kvadrat. TV stentin yeri, televizorun antenasıdır. Hər bir şey burada hazır vəziyyətdədir. Spotları zaten. İnşallah siz gələnə qədər burada əldə edib, işi xırdapara işləri qalıb, onlar da yekunlaşacaq. 88 mindən narahat olmayın, qiymətdə mütləq endirim olunacaq. Mətbəxə də baxaq. Bu da mətbəxidir. Mebelası, keramikası vurulub, bütün nöqtələri qoyulub, aspiratorun xəttinə qədər. Mətbəx neçədir? 3-ün 4-ü də mətbəxdir, 12 kvadratda mətbəxidir. Yeri də laminatdır, laminatın altından da standarta uyğun qubqası vurulub, hər şey qaydasındadır. Yataq otaqlarına baxaq, bu bir yataq otağıdır. Bu bir yataq otağı. Bu yataq otağı neçədir? Bax bura, imeni bura neçədir? 4,5-ın 3-ə bu yataq otağıdır. Bir yataq otağı da buradadır. Bir otaq da buradadır. Ümumilikdə 4 otaqlı evdir. Bax, gördünüz. Bax, belə. Ümumilikdə 4 otaqlı evdir. Sanitar qovşağına da baxaq. Bu da sanitar qovşağı. Bax, belə bir sanitar qovşağı da var. İndi zəhmət olmasa bir də yaxınlaşın. Buradan da klişə çıxmaq üçün yeri göstərək. Bir də zəhmət olmasa yaxınlaşın bura. Bax, bir də izah edirəm. Saray qəsəbəsində də kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Nəqd səçədə yararlıdır, ipoteka da yararlıdır. Kanalizasiyası mərkəzidir. Qaz, su, işıq sayğacları var. Kurqavoy qoşadaş kubiklə biçilib, 60-ın 40-a altında fundamenti var. Qoşadaş kubiklə biçiləndən sonra krişanın altında 20-nin 40-a kəmər fırladılıb. Hasar ev, tarsovka emusiyadır, pəncərələri şəbəkə pəncərədir. Qapının çölünə qədər işıqlarını sizə göstərdim. Hasarın üstündə ablisovkanın daşlarına tam etinə qədər qoyulub. 88 mindən diqqətli narahat olmayın. Ev sahibi də öz yanımızdadır burada. Siz gələndə də inşallah burada olacaq. Qiymətində yaxşı endirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Sağ olun.